Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda əksər şagirdlərin daha çox səhv yazdığı və yaxud da yazmağı çəkindiyi sual nümunələrindən biri olan yaş quru məsələləri, yaş üzüm, quru üzüm, nəmlik, yaş ot, quru ot məsələlərinin izahını verməyə çalışacağım. Bu tip misalların demək olar ki, bütün müəllimlərimiz tərəfindən izahı verilir. Sadəcə şagirdlər anlamını başa düşmək üçün, mənasını başa düşmək üçün sırf bu videonun izahını çəkməyə çalışacağım. Yəni bunun daha qısa yolu müəllimləriniz tərəfindən deyildiyi üsuldan yaza bilərsiniz. Sadəcə bu üsul da qısadır, ancaq ömürlük yadından çıxmayacaq bir yoldur, tamam mı? Hər zaman da istifadə edəcəyin və hər zaman ağlında qalacağı bir yoldur və hardan alındığı, necə alındığını göstərəcək bir video olacaq ümid edirəm. Gəlin keçək dərsimizin izahına. İlk öncə bu yaş üzüm, quru üzüm məsələlərini ilk öncə beynimizə bir aydınlıq gətirək. Bir masanın üzərində qupquru üzüm olduğunu fərz elə. Bunun üzərinə, qupquru üzümün üzərinə adcana biraz nəmli yatdın. Tamam mı? Adcana biraz nəmli yatdın. Şəkildə də göründüyü kimi. Qupquru üzüm var imiş. Üzərinə biraz nəmliliklə, yəni biraz su tökdün. Bu üzüm nəzir üzüm olacaq? Normalda yaş üzüm olacaq, düzdürmü? Ancaq bu üzümü biz quru üzüm qəbul edəcəyik. Niyə quru üzüm qəbul edəcəyik? Çünki bizim yaş quru məsələlərimizə fikir versəz, suallarda belə bir başlıq adı altında verilir. Quru otun nəmliyi, quru üzümün nəmliyi. Demək, quru üzümdə də nəmlik var. Amma fikir versəz, nəmlik 10%dir. Nəmlik burada 85% olan da var. Nəmlik 10% olan hara? Demək, azca olsa nəmlik var. Yəni bizim bu quru üzüm suallarımızda nəmlik var. Tamam mı? Sənin bildiyin o qupquru satılan kişmiş kimi yox. Qupquru vəziyyəti yox. Sadəcə üzərində az olan, suyu az olan üzümə biz quru üzüm deyəcəyik. İlk öncə onu ağlında saxla. Qupquru üzüm üzərinə acana su əlavə edəndə buna nə cür deyəcəyik? Quru üzüm. Sadəcə nəmli olan, yəni nəmliyi az olan bir quru üzüm deyəcəyik. Tamam mı? İndi həmin bu qupquru üzümün üzərinə xeyli sayda su, nəmliyi çox olan xeyli sayda su əlavə edəndə, amma artıq da bu nə olacaq? Yaş üzüm olacaq. Yaş üzüm deyəndə ağlında olan sənin sel su, yəni qupquru bir üzümün üzərinə çoxlu sayda su əlavə etsən, bu yaş üzüm olacaq. Qupquru suyun, üzümün üzərinə adcana su əlavə etsən, bu da quru üzüm qəbul edəcək. Bu inşallah beynində qəbul elədin. Çünki misala bundan sonra davam edə bilərik. Sən bunu qəbul eləməsən, misala davam eləməyin də bir anlamı yoxdur. Başqa bir məsələyə toxunaq. Bir üzümün üzərində su var. Əvvəl su yox idi. Məsələn, su yağdı, üstü su oldu. Təzən sən bu suyu atsan, qurutsan, dəyişməyən nə olacaq? Bax, üzümün əvvəlki halı ilə, sonra üstünə yağış yağmasından, təzən sən bunu qurutmasından dəyişməyən nədir? Üzümün özü, düzdürmü? Üzüm dəyişməz. Üzüm üstü su ola bilər, ıslana bilər. Üzündəki su da gedə bilər, dəyişməyən üzümdür. Ona görə ağlında bir dənə də bunu saxlamanı istəyirəm ki, üzümün özü, yəni o qupquru o halda olan özümün özü, o dəyişməyəcək. Üzərindəki su azala bilər, nəmlik çoxala bilər, amma üzümün özü dəyişməyəcək. İndi biz misallarımıza gəl davam edək. Misallarımızı yazmaq üçün belə bir düstur özümüzdən çıxartdıq. İnşallah kimlərinsə də haqqına girmirik. Yəni hər hansı bir kitabdan ilhamlanaraq bu düsturu yazmamışıq. Özümüz şagirdlərimiz arasında belə bir kiçik bir düstur da deməyək, belə bir düstur fason bir şeylər çıxartmağa çalışdıq. Nəmliyi çox olan, yəni yağış, yəni sel su üzərinə qupquru otun üstünə yağsa, bunu yaş ot qəbul edəcək. Yox, azmaz nəmlik olan, üzərinə quru otun üstünə azca nəmlik gəlsə, bunu quru ot qəbul edəcək. Düz deyil, sən deyəsən ki, bax, quru otuysa niyə nəmliyi var? Bizə verilən misallara görə deyirəm, qardaş. Quru otun nəmliyi 10%-dir deyir, içində nəmlik var deyir. Ona görə sənin o ağlında qalan o qupquru otdan söhbət getmir. Yaxşı, ümid edirəm burası qaranlıq qalmazsa, keçək dərsimizin sual nümunələrinin izahına. Gəl başlayaq bir nömrəli sualdan. Deyir ki, yeni biçilmiş otun nəmliyi 85%-dir. Yeni biçilmiş ot, yəni həyətdən yığılma yaş otun nəmliyi 85%-dir. Quru otun nəmliyində 10% verib, 15 ton yeni biçilmiş otdan neçə ton quru ot alınır? Düsturumuzla yazaq mı? Özümüzün çıxartdığımız bu möhtəşəm düsturla.
Nəmlik çox. Üstünə bax. Qupquru ot gələndə nə cür ot eləyəcək dedik? Yaş ot. Niyə? Çünki çox nəmlik var. Yox, nəmlik az. Az nəmli olan üzərinə qupquru ot gələndə bu nə cür sayılacaq? Bu quru ot sayılacaq. Bizim bildiyimiz quru ot anlayışını qəbul edəcəyik. İndi gəlin misalda verilənlərin hər birini addım-addım yerinə yazaq. Bu quru yaş otuydu, düzdür? Aha. Uşaqlar, baxın, istəyir yaş otu olsun, istəyir quru ot olsun, faizlərin üzərinə yazırsan. Bax, bura faizlərini yaz, məndən sən məsləhət. Altına da kütlələrini yazarıq. Quru otun da üstünə 100%imiz qəbul edəcəyik. Tamam mı? İndi bizə deyir ki, yeni biçilmiş otun nəmliyi 85%dir. Quru otun nəmliyi 10%dir. Hansı nəmlik daha çox oldu? 85% nəmlik mi çoxdur? 10% nəmlik mi? 85 daha çoxdur. O zaman nəmlik çoxun üstünə 85-ini yazıram. 85'i yazdığıma göre 100'den 85'i geçse bura ne kadar kaldı? 15%. Hələ ki bura qədər sadədir. 10% quru otun nəmliydi. Quru ot budur. Bunun nəmliyi hanı? Bu deyək, buradadır. Bunun nəmliyi də deyir 10%dir. 100%-imin 10%-ni bura verdinsə bura nə qədər qalacaq? 90% də bura qalacaq. Düzdür, ümid edirəm. Hələ ki qaranlıq qalan bir yer yoxdur. Davam eləyək. 15 ton yeni biçilmiş otdan, yəni yaş otdan 15 ton. Tonunu aşağı yazsam, bax yaş otun altından 15 tondan neçə ton quru ot alınır? Bu quru otdan nə qədər alınır? İkisi də altına yazıram. İndi addım-addım gedək. Bax, bayaq sənə nə dedim? Bir üzüm qurudulduqda üzümün özü dəyişməz. İndi bizim burada dəyişməyən nəyimiz var? Qupquru otum. Qupquru otum niyə dəyişsin? Onun üzərinə su da əlavə eləsən, suyu aparsan da bu qupquru otum dəyişməyəcək. Gəl bu 15 ton. 15 ton yaş otdan nə qədər qupquru ot alınır onu tapaq. 15% alınarmış. 15'in 15%'ini tapaq. 15'in 15%'i 15'i 15'e vurub 100'e böldüğüm zaman 2 tam %25 eləyəcək. Demək 2 tam %25'i buraya yazdık. Bu qupquru otum elədi, düzdürmü? Dedim bu dəyişməyəcək. 2 tam %25'i buraya yazdım. İndi bunun altına təzədən qupquru otun. Çünki ha bu qupquru ot, ha altdakı qupquru ot eyni şeylər. İndi burada tənasübə bax. 90%im 2 tam %25'dirsə 100%im də x. Bax bunu həll edirəm. Yəni ki x-imin 100%dirsə sonra 2 tam %25'im də 90%dir. Bu tənasübü həll edən zaman x-in bərabərdir 100 vurulsun 2 tam %25 bölünsün 90 olacaq. Bu da 225 bölünsün 90'dan. Bu da edəcək 2 tam onda 5. Nə qədər quru ot almaq olarmış? 2 tam onda 5. Bu qədər sadə. İlk dəfə, bax yenə deyirəm, ilk dəfə çətin kimi gələ bilər. İndi gəl növbəti misallara qədər səbr elə, gör vəziyyət necədir. 2 nömrəyə suala baxaq. Yeni biçilmiş otun. Düsturu səndə mən yazım. İnşallah sən də orada deyirsən. Nəmlik çox. Üstünə gəl. Qupquru ot bərabərdir yaş ot. Sonra yazaq. Nəmlik az. Üstünə gəl. Qupquru ot bərabərdir quru ot. Müəllim, bunu hər dəfə belə mi yazacağım? Bu sən testi yazanda uzun çəkə bilər. İmtahanda hər sualdan bir dəfə düşür. Bundan bircə dəfə düşsə, sənin bu zaman ayırmağına dəyər. Burada səhv çıxma ehtimalı da demək olar ki, yoxdur. Yəni hər şey gözümün önündədir. Yaş otun nəmliyi də, quruluğu da hər şey gözümün önündədir. Yeni biçilmiş otun nəmliyi 82'dir. Nəmlik 82 burada var. Nəmlik 10% burada var. Hansı çoxdur? 82. Yaz yerinə 82. Demişdim 100% üzərindən götürəcəyik. 82'ni yazdınsa bura nə qədər düşdü? 18%. Sonra aşağı baxaq. Quru otun, qurudulmuş otun nəmliyi 10%dir. Bu quru otun nəmliyi 10%dir. 10%'i bura yazdım. Toplam 100% olmalıdırsa bura nə qədər qaldı? 90%. Bura qaldı. 4 ton qurudulmuş ot almaq istəyir. 4 ton. Qurudulmuş almaq istəyirəm. 4 ton istəyirəmsə neçə ton yeni ot bismi olar? Neçə ton yeni ot, yəni yaş otdan sorusu da nə qədər lazımdır ki 4 ton qurudulmuş ot alım. O zaman qəbul eləyək. Sənə nə dedim? Qupquru otum dəyişməz. Gəl qupquru otumuzu tapaq ilk öncə. 4'ün 90%'ini tapaq ki, görək bunun kütləsi nə qədər düşür. Ya da belə yaz, 4'ə 100'dürsə 90'ı x də deyə bilərəm. Nə lüzumu var?
4'ün 90%'ni tapaq ki, bunun altına kütləsini yazaq. 4'ün 90%, 4'ü 90'a vurub 100'ə böldüyümdə 360'ı 100'ə böləndə 3/6 eləyəcək. Qupquru otum 3/6'dır. Bura 3/6'dırsa bunu bura yazıram. 3/6. Çünki qupquru otum dəyişməzdir. İndi tənasübünü qur. 18%im 3/6'dırsa 100%im də x-dir. Gönə gözəl alındı. 18%im 3/6'dırsa 100%im də x-dir. Çapraz şəkildə bunları bir-birinə vurub həll eləyəcəyik. X bərabərdir. 100'ü 3/6'ya vuranda 360. Bunu da 18'e böləndə 20 ton edəcək. Düzgün cavabımız C bəndi. Gəl baxaq üçüncü nömrəli suala. Diqqətin məndə olsun. Nəmlik quru ot məsələləri. Nətər yazacaq? Nəmlik çox üstə gələk qupquru ot bərabərdir yaş ot. Sonra nəmlik az, bunu altdan yazaq. Nəmliyi az üzərinə qupquru ot gəldikdə bu da bizə verəcək quru otu. Düzdürmü? İndi bax, faizlərin üzərinə yazıram. Hələ misala keçməmişəm ha. Faizlər üzərinə yazdım. İndi oxuyam. Nəmli 20%'dir. 120 ton ağac qurudulduqdan sonra nəmli 20% olan ağac. Hələ ağac qurudulmuyor, amma nəmli 20%'dir. Üzərinə 20%'i yazıram. 100'ün 20%'ini verdinsə, bura nə qədər düşəcək? 80%. Aşağıya baxaq görək nə verib bizə. 120 ton ağac qurudulduqdan sonra 120 tonun verib ağacı. Ağac qurudulmadan qabaq tonunu veribsə, demək yaş ağacımın tonu 120 tondur da. Əvvəlki haldır bu. 120 tonu bura yazdım. Bax, alta kütlələri yazıram. Diqqətli ol. 120 tonu bura yazdım. Mənə deyir ki, qurudulmuş ağacın qurudulduqdan sonra kütləsi 100 ton olub. Qurudulduqdan sonra, yəni quru otun kütləsi, indi ağacdan söhbət gedir. Ağac yazmamışam, ot yazmışam. Siz Allah üzrlü hesab edin. Buna qupquru ağac yazaq istəyirsənsə. Qupquru ağac olacaq yaş ağac. Qupquru ağac. Bu da olsun quru ağac. Sadəcə bu. İndi bax. Qurudulmuş ağacın nəmliyi neçə faiz oldu? Qurudulmuş ağacın kütləsi 100 ton imiş. Altından 100 tonu yazıram. Bu tonu da 100 ton. Bu da 120 ton idi. Vəssalam. Diqqətlə bax. 120 tonumun 80%'i qupquru ağacımdır. Həmişə yadda salaq. Bunu tapıb buradan belə gəzə-gəzə gedəcək. 120'nin 80%'ini tapaq görək. Qupquruluğa nə qədər düşür? 120'nin 80%'ini taparkən bu eləyəcək, sıfırlar gedəcək, cavab eləyəcək 96. Demək ki, quruluq nə qədər imiş? 96 ton. 96 ton qupquru ağacdırsa, bu dəyişməz. Yenə bura düşəcək 96 ton. İndi gəl faizimizi quraq. 100 tona 100%'dirsə 96 tona neçə faiz olacaq? Tənasübə görə burada 96% olacaq. Niyə? 100 tona 100%'dirsə 96 tona da 96% olacaq. 100%'in 96%'ini bura vermisənsə, bura nə qədər düşəcək? 4%. Sənə deyir ki, qurudulmuş ağacın nəmliyi nə qədərdir? Gözümün önündədir. 4%. Bəli. Gəlin baxaq son nömrəli 4 nömrəli suala. Yeni biçilmiş ot. Yenə düsturu yazacağım. Vaxtınız getməsin deyə mən tez yazdım. Düsturu buraya yazdım. Bax, nəmlik çox, qupquru ot, yaş ot. Nəmli yaz, qupquru ot, quru ot. Tamam. Yeni biçilmiş otun nəmliyi 80%'dir. 100% üzərindən götürək. Faizlərimizi yazdıq. Yeni biçilmiş otun nəmliyi 80%'dir. Nəmlik 80%'dir. Quru otun nəmliyi 10%'dir. Quru ot da budur. Bunun nəmliyi də budur. 10%. Çünki nəmlik burada yazılıb da 10% də bunun nəmliyinə düşdü. 100'ün 10'unu bura verdinsə, bura 90% düşər. 100'ün 80'ini verdinsə, burada 20% düşəcək. Düzdürmü? Dedik, qupquru otlar dəyişməz. Bunlar eyni olmalıdır kütlələri. 18 ton yeni biçilmiş otdan 18 tondan neçə ton quru ot alınır? Neçə ton quru ot alınır? Bax, quru ot bunu deyir. Bunu istəmir, bunu istəmir. Neçə ton quru ot alınır? Qupquru istəmirəm. Quru ot istəyirəm. Bax, bu olanı istəyirəm. Tamam mı? Gəl bunu yazaq. 20'nin 18%'ini tap. Aşağıda qupquruya tap. 18'in 20% daha doğrusu. Nə qədər eləyər? 18 ton yeni ot bitmişsən. 18 tonumun 20%'ini taparkən bu eləyəcək 360'ı 100'ə bölərəm 3/6. Bura düşdü 3/6. Qupquru otum 3/6'dırsa
Demək ki, burada nə qədər olacaq? 3.6 olacaq. Daha sonra tənasübünü qur. 90%im 3.6-dırsa, 100%im də x-dir. 90%im 3.6-dırsa, 100%imə də x-dir. Buradan x-i tapası olsaq, çarpaz vuranda 100, 100'ü 3.6'ya vuranda 360. Bunu da 90'a böləndə 4 eləyəcək. Neçə ton quru otalınar? 4 ton quru otalınacaq. Düzgün cavab B bəndi. Ümid edirəm bu düsturla bax, başqa bir şeyə ehtiyac varmı? Lazım gəlsə deyərəm, amma başını qarışdırmaq istəmirəm. Biraz uzun çəkmiş ola bilər, amma hər zaman yadında qalacaq. Hər zaman yadında qalacaq. Bax, yaş otumun faizi var. Nəmliyi var. Quruluq faizi var. Quru otumun faizi var. Nəmlik faizi var. Özünün qupquruluğun da faizi var. Bunlar dəyişməyəcək. Ona görə bu şəkildə də bütün misallar yaza bilərsən. Ümid edirəm az da olsa köməyim dəydi. Sağ ol, salamat qal, özünüzdən müğayət olun.